İlk önce birinci kökün altından 2'ni mörtərizə xaricinə çıxartacağım. 2 çıxısı x minus 3 olacaq. Və ikinci mörtərizədə də 4'ü çıxartsam 3 minus x olacaq. Üstə gəl 12x bölünsün x minus 1. Biz bilir ki kökün altında ifadələr həmişə sıfırdan böyük və ya ona bərabər olmalıdır. Yəni x minus 3 böyük bərabər 0 yazıram. X böyük bərabərdir 3'ə. Eyni şeyi bu kökün altına tətbiq edirəm. 3 minus x böyük bərabərdir 0, x kiçik bərabərdir 3. Yəni x burada ancaq 3'ü alanda ödəyəcək. Hər iki tərəfdə ancaq 3'ü alanda ödənməlidir. Ona görə x bərabərdir 3 qoyuram mən. İndi gətirib x-in yerinə hər bir harda x görsək x-in yerinə 3'ü qoyub hesablayırıq. 2 vurulsun 3 minus 3. Üstə gəl kök altına 4 vurulsun 3 minus 3. Üstə gəl 12 vurulsun 3 vurdu. 3 çıxılsın 1 bərabərdir. Bu kök altı ifadələr sıfıra gedir. Qalır ki bizdə 12'ni 3'ə vursaq 36, 3'dən 2 çıxsaq 2 bərabərdir 18. Cavab 18 olacaq.